Bu Hyundai ilə Kia'nın arasında sənə görə ümumi böyük fərqlər var. Vanusun datçikinin açmaq səbəbi yağın təzyiqinin qalxması, yuxarı qalxmasıdır. Hyundai ilə Kia'nın Vanus datçikində datçikindən çox şikayət edirlər. Düzdür bu? Əslində var maşında. %90% paduşkalara baxmaq lazımdır. Bir izləyicimiz də soruşur ki, Kia Sorento sürürəm, alışdırma babinlərindən biri sıradan çıxıb deyəsən. Necə bilim bunu? Dizeldə olan xroniki problemlər, qlobal problemlər benzindən daha çoxdur. Kia Sportage-də D rejiminə keçiləndə səs eləyir. Bu nəydən olar? Salam, hər vaxtınız xeyir olsun. Sol Avtonun növbəti verilişində xoş gördük sizi. Bugün mənim yanımda Məhəmməd Usta var və bugünkü mövzumuz bizim əsasən Azərbaycanda da çox yayılan və sürülən modellər olan Hyundai və Kia haqqında olacaq. Əsasən bu iki model müqayisə olunur və ölkəmizdə də kifayət qədər bu modellərin fanatları var. Usta necəsən? Nə var, nə yox? Şükür, çox sağ olun. İşlərin necə gedir? Yaxşılıqdır. Yaxşı hər şey. Yavaş-yavaş şükür. Usta, bu isti havalarda artış olub, gələn şikayətlərdə artış olub istiyə görə. Olur, bəli. İsti havalarda ən çox elə bildiyimiz bir problem kimi qızma, mühərrikin qaynatma, qızma problemləri çox olur. Çox olur. Hə, yəni hər fəslə uyğun problemlər çıxır da. Yəni baxır da, yəni daha çox temperaturun qalxması ilə bağlı problemlər daha çox olur. O da yəqin antifrizdən zaddan olur da. Çox adam antifrizə fikir vermir, adi su zad tökür, sürür. Soyutma mayesində, hə, yəni yeni nəsil avtomobillərdə termostatın, mühərrikin daxili temperaturu biraz yüksək qoyurlar. O da ki, yəni sən məcbur olaraq mühərrikə su töksən, o avtomatik 99-dan sonra bildiyimiz kimi su qaynayır. Ona görə də yəni qaynama olur da. Yayda imkanı yoxdur, ya keyfiyyətsiz antifriz tökürlər. Deyirlər ki, ya heç tökmürlər. Ya heç tökmürlər, adi su. O ərk yaradır, misal üçün qızmada. Bu adi su dedin, krantdan götürüb adi evdəki suyu götürüb tökmək düzgündür? Yox. Onu da desin xüsusi destilə olunmuş sular var. Destilə olunmuş su lazımdır, bəli. Ərk yaratmasın da, yəni bildiyimiz ərk yaradır. Misal üçün radiatorun seksiyalarının içində qurum yaradır. O da sən onu sürürsən bir müddətdən sonra mühərrikdə olan dövriyə gedə bilmir axı suyun dövriyyəsi. Deşir radiator? Yox, əslində deşmir. Dövriyyəni azaldır. Misal üçün su gəlib bu hissədən bu hissəyə getməlidir. Misal üçün mühərrikdə dövr olunmalıdır. Baxırsan ki, müştəri şikayət edir ki, üzü padyoma vuranda maşın qızdırdı. Dövr eləyə bilmir su. Dövr eləyə bilmir, çatdıra bilmir. Ona görə də qızdırır. Qızdırır. Yəni bir də görürsünüz ki, deyir ki, düz yolda probkada dayandığım yerdə temperatur streka qalxır. O çox olur. Maşını sürmürsən, stabil saxlayırsan. Saxlayanda qızdırır, olur. Usta, bu Hyundai'ın, Kia'nın bilirsən ki, ölkəmizdə fanatı çoxdur da. Həm də belə deyək də, normal orta qiymətə deyək də, yəni çox baha olmayacaq segmentləri çoxdur. Yəni ala biləcəyimiz segmentləri çoxdur. Məsələn 20 minə qədər Hyundai'ın, Kia'nın növbənöv modellərini tapmaq olur da. Təbii ki, illəri də biraz köhnə olur. Ona görə də fanatları çoxdur. Sən özün hansı modeli sürürsən? Məndə Mercedes. Məndə Mercedes. Amma bundan əvvəlki maşınım Kia olub. Kia nə sürmüşsən? Kia Rio. Rio sürmüşsən. Bu şeylərdə arxası kəsiklər deyirlər. Kəsi 1.1 dizel CRDI sürmüşəm, 3 silindir. Necə idi? Çox da razı qalmışam, hələ də satmağıma peşmanam. Bəs Mercedes-ə keçdin, ondan sonra peşman oldun? Ekonomiyasına görə. Mercedes çox benzinsiz deyəsən. Yox, bu da dizeldir, düzdür. Mercedes təbii ki, bir də komfortdur da. Amma Rio həm balacaydı, şəhərdə manevr eləmək, ya parking eləmək, ya manevr eləmək, yəni çox gözəl idi. Bu biznes klassı deyə həm də uzundur. Biraz hərəkət eləmək çətindir. Amma Kia'dan mən yəni narazı qalmamışam. Məndə ondan da əvvəl 2008-in Rio'su olub 1.4 benzin. Ondan da narazı qalmamışam. Deyəsən ki, Rio pərəstişkarsan. Rio, hə. Yəni Kia'dan narazılığım yoxdur, yəni yaxşıdır. Bu, belə deyək də, ümumi olaraq indi neçə ildir bu sahədəsən, əsasən də Hyundai, bugün mövzumuz Hyundai Kia'dır. Bu Hyundai ilə Kia'nın arasında sənə görə ümumi böyük fərqlər var? Mənə görə yox. Demək olar ki, sizdə eyni? Demək olar ki, eyni segmentdirlər. Nəyə görə deyirəm? Yəni, Dodge motor, bir də CRDI motorlarla bunlar təchiz olunub da. Misal üçün, Rio-nu götürək.
misal üçün Rio-dan eyni segment aksent yayılan Tradda. Yəni onların da içində üstündə gələn mühərrik hamısı eynidir. 1.4, 1.6, 1.8. Yəni bu hər iki modellərin üstündə gəlib. Sadəcə olaraq Kuzaya görə dəyişir. Misal üçün bunda paduşka falan yerdə bağlanır bunda. Amma demək olar ki motor eyni şeydir. Yəni iki motor gəlir misal üçün Hyundai Sonata kantlının üstündə. İki sadə motordan söhbət gedir. Yəni 2.4 də gəlir. Hə, 2.4 sadə də yaxşıdır. Misal üçün həmin motor gəlir Hyundai Elantra'nın üstündə. Yəni eyni motorda gəlir. Ona görə də mənə görə güclü bir fərq yoxdur. Yəni mənim üçün isə komfortumda da belə güclü fərq yoxdur. Çox adam deyir ki, Kia Hyundai'dan biraz yumşaqdır, ya Hyundai Kia'dan biraz yumşaqdır. İndi adamlara görə dəyişir. Amma mənim üçün eyni şeydir. Bu Sonata dediniz, Hyundai'nin Sonata kantlıları. Onlara daş döyən deyirlər. Yəni ki o maşınlar iminli Sonata'nın kantlıları, iki motorları xarab olmur. Mən belə çox tərifləyirlər də, çox eşitmişəm onu. İndi düzdür şəhərdə biraz azalıb olar. Azalıb. Hə, tapmaq olmur demək. Vaxtına görə il dəyişdikcə azalır. Amma hal-hazırda da sürüləcək bir maşındır. Sürüləcək maşındır, komfortdur, əlbəttə. 2.4 bir də 2 motor. Onların üstündə gələn biraz az motor 2 dizel RM motordur. Şəhərdə çox az bir. Məsəl üçün mənim usta olaraq kantlardan dizel 2 motor çox az gəlir yanıma. Yəni 5 dənə benzin motor gəlirsə, bir dənə o motordan gəlir. Amma hə, onların iki motorları çox dözümlüdür. Hə, dözümlüdür. Onların yağma sosu da sadədir. Belə deyim, 100 mindən, 150 mindən sonra dağılmaq söhbəti yoxdur. Ola bilər ki, mühərrikdə başlasın yağ azalmağa. Yəni ümumi götürsək əgər, indiki yeni nəsil avtomobillərdə elə zavod konstruksiya qurub ki, 100 mini keçdi, ya sehpanus problemi var, başmaq problemi var, ya da ki, yağ yeməyə başlayır. Xroniki də demək olar. Hə, problem var. Gəlir elə hamısı. Yəni o həll eləmək olur. Hə, yəni getdiniz borkaya, yəni mən özüm misal üçün müştərinin söhbət eləyəndə ki, gəlib indi sən ətraflı şəkildə müştəri izah eləməlisən, deyir qardaş, bax, bu sıradan çıxıb, yəni təbii ki, mühərriki sökəndən sonra. Sökdün qoyduğun yerə mən deyirəm, yəni sən əgər bunun detallarını orijinalla əvəz eləsən, yəni indiyə qədər sürdüyün probegi indən belə sürəcəksən yenə də. Yəni tutaq ki, 100 mində, 150 mində sənin motorunda problem var, stukdan söhbət getmir, yəni yağ azalmadan söhbət gedir. Bu problem çıxıbsa əgər, sən orijinal detallarla əvəz eləsən, düzdür, xərcin çox çıxacaq. Firma malına baxanda 2 qat fərq eləyir. Amma yenə də indən belə bir 100 min, 150 min sürəcəksən, yəni rahat. Usta, bizim izləyicilərimizdən sırf Hyundai Kia modeli ilə belə maraqlı suallar gəlib, izləyici sualları gəlib. İstəyirəm o sualları sənin üçün oxuyum. Bir izləyicimiz də soruşub ki, Kia Sorento'nun dizeli yoxsa benzini, fərqi çoxdur bunların? Mənə görə dizel daş döyəndir, benzin də yəni daş döyəndir. Yəni, belə baxanda dizeldə olan xroniki problemlər, qlobal problemlər benzindən daha çoxdur. Çünki dizel daha çox qulluq tələb edir, çən benzin. Benzində belə deyim, yəni bilirik ki, mühərrik 100 mindən, 150 mindən keçəndən sonra periodik baxım deyirlər də bunlara. O baxımı verməlisən motora. Nəyə görə? Bayaq dediyim kimi yağ yemə prosesləri başlayır. Yəni onu eləməlisən. Budur problem. Amma belə daşı baxanda yəni dözümlüdür. Dizel isə birincisi ekonomdur. Yəni belə ekonomdur. Əsas səbəblərdən biri odur. Benzin nə qədər də daşlayan olsa, yenə də sərfiyyatı şeyə baxanda biraz daha çoxdur. Sonra növbəti izləyicimiz də soruşub ki, Kia Sportage-də D rejiminə keçiləndə səs eləyir. Bu nədən olar? D rejiminə keçəndə o maşının özünə baxmaq lazımdır. Belə demək çətindir. Belə çətindir. Belə qiyabi deyə bilərəm sizə, misal üçün mühərrikin yastıqları, sürətə qutusunun yastıqlarıdır. Bunlara baxmaq lazımdır. Hə, onlara sıradan çıxır. Ən çox ön yastıqda problem olur. Onları dəyişirsiniz. Yəni burada başqa problem çox ola bilər. Misal üçün Kurşeteli dəyir Kuzaya başlayır səs eləməyə. Misal üçün mən öz maşınımda o günləri problem yaşadım. O problemi. Kurşetel dəyir, elə bilirsən ki, Kuzaya. Hə, dəyir Kuzaya, deyə verəndə istər-istəməz mühərrikdə biraz titrəmə olur, hə? Əsmə olur. Əsmə olduğu momentdə də Kurşetel dəyir. Kurşetel dəyir, hə. Hə, sən də elə bilirsən ki, o şeydən gəldi. Paduşkadandır. O aslannoy təmirdən sonra olur.
Yəni misal üçün usta baxa bilər ki, misal üçün o bağladığı şeyi düzgün tənzimləməklə bağlamış yerinə. Ya biraz aşağıdadır, ya biraz yuxarıdadır. Yəni elə bir şeylər olur. Amma o ki qaldı maşının ustaya getməmişim, amma əsnə var maşında. %90% paduşkalara baxmaq lazımdır. Bir izləyicimiz də soruşur ki, Kia Sorento sürürəm, alışdırma bobinlərindən biri sıradan çıxıb deyəsən. Necə bilim bunu? O da baxır adamına, nəyə görə? Yəni o sürücünün əgər maşından anlayışı varsa, bəlkə də onu axtarıb tapacaq. Onu axtarıb tapacaq. Dədə-baba yolu ilə desək ki, alışdırma bobininə gələn tokları bir-bir ayır, hansı silindirdə titrəmə az fərq elədisə, həmin problemdə silindirdə problem var. Ya bobinlərin yerini dəyiş, düzələcək. Yox, əgər müştərinin anlayışı yoxdursa, ümumiyyətlə maşın mütləq şəkildə diaqnostika olunmalıdır. Yəni mütləq şəkildə girməlidir diaqnostikaya. O sənə deyəcək hansı silindirdə problem var. Ya parametrlərə baxacaq. O parametrlərdə sənə deyəcək, misal üçün, bu parametrdə bu təzyiq aşağıdır ya yuxarıdır. Bobinlər tez-tez sıradan çıxır ümumiyyətlə? Yəni, yox. Orijinaldan qoyursansa yox. Bu sıradan çıxmasının bir ciddi səbəbi var ki, bobin nəyəsə görə, sırf ona görə xarab olur. Suroku çatır. Onların da suroku var. Suroku çatır, alışdırma şamının, Svetsan deyək də, belə deyək. Alışdırma şamının suroku çatır, bobini o da xarab eləyə bilər. Bobinin o alışdırma hissəsində, alışdırma bobinin o uc hissəsində belə deyək də, istidən ya Svetsanın keyfiyyətsizliyindən o çartlayıb piri boyu toku dağıda bilər. Misal üçün, maşın onda başlayacaq qeyri-sabit işləməyə. Əsasda onun vaxtı bitir də, surok. Vaxtı bitir. Ya misal üçün, belə deyim, piriboy söhbəti tək ondan bağlı olan problem. Misal üçün, maşın gəlib yanımıza bizim deyib ki, piriboydur, buna bir dənə baxın. Diagnostikaya salmışıq, misal üçün, göstərib ki, ikinci silindirdə problem var. Bobini dəyişmişik, problem, yəni bobinin yerini dəyişmişik. Çünki bizdə diaqnoz tam qoyulmadan biz müştəriyə aldırmırıq. Yəni, hansısa get bir hissəni al, gətir, qoy, görün, bundan da yoxsa yox. Olmasa, qaytarmayacam. Belə bir şey olmur. Aşkar eləmişik ki, misal üçün, 2-də problem var. Bobinin yerini dəyişmişik, yox. Yəni, özümüzdə bir də görürsünüz ki, ehtiyat hissələri qoyub yoxlamaq məqsədi ilə. Alışdırma şamı, ondan əmələ gəlib. Ya alışdırma şamında problem olmayıb, farsunkadan. Püskürücü farsunkada problem olub, farsunkanı aradan qaldırmışıq, o aradan kəsib. Ya bir də görürsünüz ki, heç birində problem yoxdur. Biz son momentdə mühərrikin təzyiqin, kompresiyasını ölçmüşük. Baxmışıq ki, kompresiyada azalma var. Normaldır, mühərrik açılmalıdır. Bu bobinin yerini dəyişmək deyirsən. Bu sırf o problemi tapmaq üçündür, yoxsa onun yerini dəyişib sürmək olur? Yox. Problemin bunun yerini dəyişəndə görün burası. İşləmirsə, işləməyəcək. Yəni, bunu çıxarıb 2-dən 3-ə qoy, 3-dən 1-ə qoy. Yenə də işləmir. O yoxlamaq üçün. Mən elə bildim ki, onun yerini dəyişib sürmək olur. Yox, əlimizdə əgər sırf diagnostika aparatı yoxdursa, misal üçün, saat axşam 10-da gəlib müştəri, bu günlər rayona çıxıram, diagnostikam yoxdur da, yəni bağlıdır. Sən avtomatik olaraq müştərini işin görüb təhvil verməlisən də. Bu rahat yoludur da. Rahat yolu, dəyişirsən, yoxlayırsan. Dədə-baba yolu. Dədə-baba yoludur. İzləyicimizdən biri də soruşub ki, Hyundai ilə Kia'nın Vanus datçikindən çox şikayət edirlər. Düzdür bu? Datçikin özü zaten işləmə, mühərriki işə saldın, kodladın. Mühərriki işə kodlayandan sonra avtomatik olaraq datçik deyir mühərrikə. Yəni deyir ki, eksantrik mil var. Eksantrik milin dayanma bucağı hansı dərəcədədir? Bunu datçik ötürür, mühərrik ötürür. Və bu mühərrik bunu ötürəndən sonra beyin deyir, yəni biz usta dilində, beyin avtomatik olaraq onun hansı bucaq altında olmağını dəyişir, fazasını dəyişir, belə deyək. O fazasını dəyişir. Misal üçün, Vanus datçikinin Lord ilə izah edir. Lord ilə izah edir. Yəni, orada həm mexaniki hissə, proses çox böyük rol oynayır. Bir də elektrik hissəsi çox böyük rol oynayır. Mexaniki hissə odur ki, Vanusun datçikinin açmaq səbəbi yağın təzyiqinin qalxması, yuxarı qalxmasıdır. Misal üçün, təzyiq yuxarı qalxanda Vanusun datçikini aça bilər. Elektron hissə ondan ibarətdir ki, o datçiki açıb bağlayan hissə elektrondur. Beyindən gələn komandadır. Bəyək dediyim kimi, o eksantrik milin dayanma bucağını mühərrik deyir ona. Və beyin də onu avtomatik olaraq onun fazasını dəyişir. Misal üçün, mən bu günləri maşına çıxmışam,
uzaq yol gedirəm, maşına forsaj verib avqon eləmək istəyirəm, belə deyim. O avqon elədiyim momentdə, o qaza basan momentdə, o dəyişmə fazasını mən vanusun ya datçikin dəyişmə fazasını yağın kanalından gələn təzyiq onu açır. Deyirlər ki, misal üçün bizim yanımıza maşın gəlir, deyir ki, diagnostika salır, deyir maşında gecikmə var, çəkimi o deyil, misal üçün yanacaq sərfiyyatı artıb, boğulur, hə, belə bir problemlər olur. Tutaq ki, indi səhvə qeyib çıxırıq, səhv aşkarlanır, deyirik ki, vanusun datçikində problem var. Deyir, qardaş, vanusun datçikində buna adiyyəti yoxdur axı. Yəni, bu yağda olan bir şeydir, yəni yağ hissəsində olan bir şey deyirəm ki, yox. Yəni, datçik o düzgün informasiyanı verməyəndə, vanus açıb bağlamayanda, belə lorun ilə desək, ran yatır da, belə deyək, rana postna söhbəti. Hə, o işləməyəndə, əlbəttə, sən maşına fasaj versən, yeriməyəcək. O problemlə biz o qədər qarşılaşmışıq ki. Yəni, o datçik əsas şərtdir. O datçikin iş prinsipi həm təzyiqlə bağlıdır, yağın təzyiqlə bağlı problemdir. Həm də ki, maşının çəkimi ilə, boğulmaqla bağlı problemdir. O datçiki vaxtında açıb, yuyub, təmizləmək bəli, xeyirdir. O datçikin üstündə biz çıxadanda görürük ki, üstündə setkası var. Misal üçün, motorda, mühərrikdə yağ həddindən artıq maqar olanda, o adamlar var da, 20 bir yağ dəyişir. Ya keyfiyyətsiz yağ tökürlər, deyirlər ki, bu səfər olar, problem yoxdur. O datçikin işləməyinə qoymur da, kömək eləmir. Onda belə çıxır ki, bu Hyundai ilə Kia-da bu vanus datçik məsələsi yəni var da. Hə, var. Təzə modellərdə də var, köhnələrdə də var. Hamısında var. İzləyicimizdən bir də soruşur ki, Elantra 1.8 Dodge motor, yağ təzyiqi tez-tez aşağı düşür, işığı yanır. İşığı yanır. Bu problemdir motorda. Bu 1.8 Dodge motor. Bu aslında 2 motor, 1.8 motor, yenə deyirəm, bu yağın keyfiyyətsiz olmağı, bu bir. İlk növbədə bunlar hamısı şərtdir. Yəni, sən hər mühərrikin öz, daşı bu günləri Hyundai Elantra'da biri 1.6 dizeldir, biri 1.8 benzindir, ya 2 benzindir. Hər mühərrikin, amma ikisi də eyni ildir, eyni segmentdir. Hər mühərrikin öz dopuskuna uyğun yağ tökməlisən. Bu ilk növbədə bir şərtdir. Yəni, bu motorun göstəricisi nədir? Çox yağlamalarda bir də göstərici ki, deyir ki, nə gedir buna? 5.30. Misal üçün, 5.30'u tök qoyursun, yox, 5.30. 5.30'un da nə qədər çeşidləri var. Misal üçün, hər motora gedən öz dopusku var, tökməlisən. Misal üçün, yağın keyfiyyətsizliyindən yağın işığı yana bilər. İlk növbədə bunu biz müştəri ya sürücü yanımıza yaxınlaşanda manometr bağlayırıq, təzyiqə baxırıq. Təzyiq bir də görürsünüz ki, isti motorda dəyişir və soyuq motorda dəyişir. Çünki isti motorda, soyuq motorda daha yüksək olur təzyiq. Aslında gəlib deyirlər ki, ay usta, maşın qızandan sonra yağın təzyiqi aşağı düşür. Soyuq vaxtı yağın işığı yanmır. Yağın təzyiqi aşağı düşəndən sonra da maşında başlayır səs əmələ gəlməyə. Yuxarı yağ qaldıra bilmir axı. Yuxarı yağ çıxmır, belə deyim də, yuxarı hissə yemlənə bilmir. Yağ çatmır. Yağ çatmır. Mənim yeməyim yoxdur da. Orada problem yaradır. Hə, o problem yaradır. Onu da ki, belə bir söz deyim sizə, baxmaq lazımdır. Birinci, yağ söhbəti normal olmalıdır. Təzyiq aşağı düşübsə, biz birinci baxırıq yağ nasosuna, belə deyək də, yəni yağ nasosu yağı yuxarı qaldırmır. Problem ondadırsa dəyişirik. Yox, problem onda yağdırsa, biz danışıq gedirik. O olur vıklad işlərdən. Mühərrikdə, vıklad işlərdə təzyiq aşağı düşür, o da yağı qaldıra bilmir yuxarı. Vıklad işdə problem yoxsa, biz qalxırıq yavaş-yavaş yuxarı. Yəni, prosesləri bir-bir yoxlaya gedirik. Gəlirik, axır nöqtə dayanırıq biz Raspidvalın yataqlarında, pastellərində, qaz paylayıcı val deyədim. O mexanizmin pastellərində dayanırıq. Son sualımız da belədir. İzləyicimiz soruşur ki, Kia Sorento 2 dizeldə yağ niyə artır? Şubu çəkib görürəm ki, yağ artıb. Yağ azalma eşitmişdim, artma indeşidir. Artma yox, bəli. Yağ artma problemi basit də eşitməmişsiniz. Misal üçün, bəzi müştərilər, sürücülər gəlir bizə yaxınlaşır, deyir ki, yağ azalma problemini biz problem kimi qəbul edirik, amma yağ artma problemini... Yağ hardan gəlir ora artır da? Yağ artır, yəni bunu nabrot da, maşında yağ çoxdur, yəni yaxşı işləyəcək. Yox, əslində yağın artma problemi yağ azalma problemindən daha çoxdur.
Nəyə görə? Yağ azalır, fakt bilirsən ki, bu maşında yağ azalma problemi var. Yağı tökdün, davafqa elədin, yəni müəyyən bir məsafəni qət edə biləcəksən. Amma yağın artma problemi nəyə görə artır? Su mu gedir ora, yanacaq mı gedir ora? Yəni nə gedir bu yağın artma səbəbi? Yağ öz-özünə artan şey deyil. Arta bilməz də. Bəli. O aslında dizel mühərriklərdə olur, təzə yeni nəsil motorlarda olur. Misal üçün DPF sajlı filtri ilə bağlı olan mühərriklərdə olur. Hə, o problem. O da nədir söhbət? Vaxtında sajlı hissəcik filtri deyirlərdi, indi biz ona belə deyək. Lorrilə desək, sajlı DPF. El dilində, usta dilində, ustaların bildiyi deyil. Bildiyi dildə, hə. Sajlı filtr. Yəni bu sajlı filtr mühərrikdə o hissəcik filtri həmişə hisslə dolu olur. Və avtomatik olaraq mühərrik də özünü tənzimləmək üçün mühərrikdə regenerasiya gedir. Ki, avtomatik olaraq özünü təmizləsin. O regenerasiya zamanı sistem blokundan, beyindən gələn komandaya görə sənin farsunqavın püskürməsi 2 dəfə artır. Normalda farsunqanın püskürməsi belə bir şey artır. Daha sürətli artır. O püskürmə tezliyi daha da artır. O tezliyi artdığı üçün isə o orada qalan o püskürmə artdı. Püskürmə artandan sonra orada xaric etmə atxod yanmış qazlar var da. O yanmış qazın təbii olaraq püskürmə artanda istilik daha çox olur maşında, motorun daxilində. O istilik artandan sonra o oradan çıxan yanmış atxod qazın temperaturu, təzyiqi, o həmin o sistemi regenerasiya edib təmizləyir, sajlı filtri təmizləyir. O ki deyirlər, misal üçün, arada bir dizel motordur, bunu qov. Bunu qov ki, sistemi təmizləsin. Misal üçün, o avtomobildə regenerasiya getdiyi zaman, misal üçün, o proses gedir bir dəqiqə maşında. Sən maşını yavaş sürürsən, ya probkada qalırsan, tıxacda qalırsan, ya olur ki, gəldin A nöqtəsindən B nöqtəsinə gedirsənsə, əgər məsafən qısadır. Məsafən qısadır deyə sən tez-tez maşını söndürüb xodlamaq məcburiyyətindəsən. Gəldin, dayandın, söndürdün, xodladın, ya harasa getdin, belə bir şey. Bu proseslərdə o regenerasiya yarımçıq qalır. Biz bayaq burada vurğuladıq axı, bu həmin regenerasiya gedən moment beyindən gələn komanda ilə farsunqanın püskürməsi 2 dəfə artır. O 2 dəfə artdığı üçün sən də buradan bu prosesi yarımçıq qoyursan, o artıq qalan yanacaq hara getməlidir? Silindirin qırağından verir karterə. Qarışır ya. O qarışır. Avtomatik olaraq o silindirin qırağından o yer tapır özünə. O özünə yer tapdığı üçün də o başlayır mühərrikdə yağın səviyyəsini qalxır. Səviyyəsi artır. Yəni yanacağın yağa qarışmağıdır. Suyun yağa qarışmağın problemində misal üçün yağın rəngi dəyişə bilər. Misal üçün maloslu rəngi olur, belə bir şey, bir əcaib bir rəngə gəlib çıxır. Amma yanacağın qarışmağında, əlbəttə, yanacaq qarışırsa bu günlər əgər motora, biz bu günlər deyirik ki, maşında yağ azalma var, sən o motora o yağı vaxtında azalmanı töksən, sənin motorun stop verməyəcək. Yəni, nə qədər istəyirsən sür. Amma yağının artmaq səbəbi, misal üçün yanacağın yağa qarışmaq səbəbi avtomatik olaraq birinci sənin yağın tərkibi ölür. Viyaskis deyirlər də, keyfiyyət ölür. Keyfiyyət aşağı ölürsə, o yağda yağlılıq qalmır axı. Motorda olan o daxili vıkladişlər deyim, koyçalar deyim, olan hamısı yağla işləməlidir. DPF-in də öz yağı var. Misal üçün, Mercedes-də biz deyək 51.52 var. Misal üçün, sırf sajımdan işləyənlərə .52 dops qoyulmalıdır. O dopsla yağ tökülməlidir. Mənim dəqiqə sürdüyüm 651 bu dəqiqə qlobal problem olan şeylərdir də, o 651-də hamı qaçır. Mən normal yağ tökürəm, .52 ilə dopskunu tökürəm, filtrini orijinal qoyuram. Şükür Allaha ki, yəni bir problem yaşamamışam. Şükür Allah, o maraqlıydı, izah elədim, doğrudan mənim də maraqlıydı. Deməli, bu səbəbdən də yağın artır. Ona görə də yəni vaxtında qulluğu eləməlisən. Yəni mütləq şəkildə diqqət olmalıdır. Yəni mən bu dəqiqə laf özümü deyim. Deyirəm ki, mən maşını ustaya aparmıram da, özüm baxıram maşına da. Yəni, lap ustaya aparam, lap usta deyiləm, belə deyim. Mən onu ustaya aparanda əlavə xərc kimi maşına baxmamalıyam. Mən öz təhlükəsizliyim üçün maşına aparam.
buna baxdı, ya özüm baxım, ya ustaya aparın, fərqi yoxdur. Yəni mən təhlükəsizlik deyəndə nəyi nəzərdə tuturuq biz? Yolda qalmayın, bu bir. Ailə uşaqla harasa gedirsən, yolda qalarsan, elə bir vəziyyətdə hə, ya mən ustaya aparam, naqillərində problem var, bu dəqiqə maşınlarda Allah uzaq eləsin. Allah heç kimə göstərməsin. Yəni yanma problemləri çox olur. Yəni bu mənim öz təhlükəsizliyimdir. Mən buna artıq rasxod kimi baxmamalıyam. Yəni mən bu günlər aparamsa bunun maşına, qardaş bunu düzəlt. Yenə deyirəm, bayaq vurğuladığım kimi vaxtında ucuz təmir, indiki baha təmir vaxtının ucuz təmiridir. Bir növdə gələcəkdəki böyük problemlərin qarşısını alır. Periodik baxımdır. Yəni sən bunu vaxtında eləməlisən. Ən azından maşını ustaya aparmasan belə, yəni ayda bir dəfə, 2 dəfə bu baxımları eləməlisən ki, usta bir dənə bax gör bunun altında nə var, bunun yan buraxan yeri var yoxsa yox. Bu da bizim belə deyək də, bu danışdıqlarında bizim izləyicilərimizə səndən bir məsləhət olsun, bir usta olaraq. Və biz də artıq sənin bu məsləhətlərin fonunda yavaş-yavaş izləyicilərimizlə sağollaşaq və verilişimizi yekunlaşdıraq. Biz bütün suallarımızı cavablandırdıq. Usta, sənin çox böyük təşəkkür edirəm ki, bugün əziyyət çəkdin, gəldin bura. Suallarımızı detallı, əsasən izləyicilərimizin suallarını detallı formada cavablandırdın. Minnətdaram. İnşallah işlərində də uğurlar arzu edirəm. Belə əziz izləyicilər, bugünkü verilişimizi də bitirdik. İnanıram ki, usta sizin suallarınızı cavablandırdı. Özünüzdən müğayət olun, növbəti verilişlərdə görüşərik. Bu videonu bəyənməyi, altından öz suallarınızı yazmağı və videonun da başqa dostlarınızın, tanışlarının izləməsi üçün onlara göndərməyi unutmayın. Usta, sağ olun. Sağ olun. İzləyicilərimizə də buradan öz təşəkkürümüzü bildiririk. Növbəti verilişdə görüşərik. Sağ olun, özünüzdən müğayət olun. Sağ olun.